Salam dəyərli müəllimələr. Bu günlər sizlər üçün 6-cı sinifdən 7-ci mövzu olan oduncağın tədarükü və mişar materiallarının istehsalı mövzusunun aydın izahını verəcəm. Deməli, ağac emalı sənayesində mişar materiallarıdır, piltələrdir, oduncaqdan olan məmulatlar hasil olunur. Yəni onların hazırlanması ilə məşğul olurlar. Ağac emalı sənayesində işləyən fəhlələr mişarçılardır, çərçivəçilərdir, dəzgahçılardır, xarratlardır, dülgərlərdir. Yəni bu peşə sahibləri işləyə bilərlər. Ağac emalı sənayesində, yəni oduncağın emal edilmə üsulundan asılı olaraq məmulatın 3 növü var. Bunlar deməli emal növləri bunlardır. Mexaniki kəsmədir, kimyəvi parçalanmadır, bir də termiki parçalanmadır. Mexaniki kəsməyə mişar materialları aiddir. Yəni qapılardır, pəncərələrdir, mebeldir, parket qablaşdırma materiallarıdır, çəlləklərdir, fanerdir, piltələr və oduncaqlardır. Görək, mexaniki kəsmənin bəs fəhlə peşələri hansılardır? Mexaniki kəsmənin fəhlə peşələri bunlardır. Dəzgahda işləyən mişarçı fəhlədir. Xarrat dəzgahında işləyən dəzgahçıdır. Ağac emalında operatordur. Bir də dülgərlərdir. Bəs kimyəvi parçalanmanın məhsulu hansıdır? Kimyəvi parçalanmada da məhsul növü kartondur, kağızdır, selyozdur, fotolentdir, kinolentdir, şindir, rezin ayaqqabıdır. Kimyəvi parçalanmanın fəhlə peşələrdə selyoz bişirəndən presləyici operatordur. Sonra, bəs termiki parçalanmanın məhsulları hansılardır? Yağdır, spirtdir, köhnə kitablarda kanifol da var idi. Fəhlə peşələri isə termiki parçalanmada oduncağın parçalanması üzrə aparatçıdır, meşə kimya qurğu operatorudur. Bax müəllimələr, mexaniki kəsmənin fəhlə peşələrində ağac emalında operator mexaniki kəsmədədir. Amma termiki parçalanmada oduncağın parçalanması üzrə aparatçı, bir də meşə kimya qurğu operatoru da termiki parçalanmadadır. Sonra, gəlin görək tikintidə istifadə etmək üçün biz hansı yaş ağacları kəsə bilərik? Deməli, tikintidə istifadə etmək üçün 80-120 yaş arası ağaclar kəsilir. Belə ağaclara da bilirsiniz ki, yetişmiş ağaclar deyilir. Ağacları da bilirik ki, müəllimələr, elektrik mühərrikli və benzin mühərrikli mişarlarla, sonra və yaxud da deməli, ağacların körlamasın deyə, kəsən zaman digər ağaclar körlanmasın deyə lazımi istiqamətdə aşıran meşəqram maşınlarının köməyi ilə kəsirlər. Gəlin görək, benzin mühərrikli mişar öz quruluşuna görə nəyə oxşuyur? Benzin mühərrikli mişarlar öz quruluşuna görə mexanikiləşdirilmiş əl alətlərinə oxşuyur. Benzin mühərrikli mişarlarında 0,5 litr çənin tutumu var. 0,5 litrdir çəninin tutumu. Sonra bir də ki, belə mişarları daxili yanma mühərriki ilə, yəni onlar daxili yanma mühərriki ilə hərəkətə gətirilir. Benzin mühərrikli mişarlar. Bilirik ki, benzin mühərrikli mişarlar həm də onlar öz quruluşuna görə sadə olması, onların öz quruluşuna görə sadə olması onların etibarlılığının göstəricisidir. Yəni ki, bilirsiniz ki, sadə mişarlar çətin vəziyyətdə də müntəzəm işləyə bilir. Gəldik meşə materiallarına. Meşə materialları nədir? Oduncaqdan hazırlanan və onun təbii quruluşunu qoruyub saxlaya bilən bütün materiallar meşə materialları adlanır. Yəni, bunlar da şalbandır, tirdir, tircikdir. Şalbanlar binaların döşəməsində istifadə olunur. Sonra taxta konstruksiyaların hazırlanmasında istifadə olunur. Yəni, şalbanın da uzunluğu ən azı 3 metrdən çox olmalıdır. Sonra, tir nədir bəs? Gəlin, bir də inteqrasiya eləyək müəllimələr. 5-ci sinifə sizi inteqrasiya eləyəm. 5-ci sinifdə də öyrənmişdik ki, ağacların gövdələrini eninə mişarlamaqla şalban alınır. Deməli, burada mişar materialları deyilir. 6-cı sinifdə isə meşə materialları deyilir. Və hətta uzunluğu da qoyur. Uzunluğu 3 metrdən çox olan meşə materialına şalban deyilir. Görək, tir nədir?
Tir, karandaş, xizək yonulmuş şpon hazırlamaq üçün nəzərdə tutulub. Tirin də uzunluğu 2-4 metr olan deməli mişarlanmış meşə materialıdır. Yəni 5-ci sinifdə keçmişdik ki, tir eni və qalınlığı 100 mm-dən çox olan mişar materialıdır. Tir ağacın özəyindən hazırlanır. 6-cı sinifdə isə tir, karandaş, xizək yonulmuş şponları hazırlamaq üçün nəzərdə tutulur. Və tirin uzunluğu 2-4 metr olan materialdır, meşə materialdır. Bəs görək kötük nədir? Kötükdən də soyulmuş və yonulmuş şponu hazırlamaq üçün istifadə olunur və kötüyün uzunluğu 2 metrə qədər olan qısa meşə materialıdır. Amma faner nədir bəs? Faner isə bir-birinə yapışdırılmış şpon təbəqələrin yapışması yolu ilə alınır. Deməli, faner həm də konstruktiv oduncaq materialıdır. Deməli, meşə materiallarının diametrini nə vasitəsilə ölçürlər dedikdə, meşə materiallarının diametrini metrədir, ölçmə çəngəldir və ya dəmir bəndlə ölçülür. Deməli, biz bilməliyik ki, müəllimələr, en kəsiyi çox zaman oval şəkilli olduğu üçün D1 və D2 diametrli şalbanın baş hissəsini qarşılıqlı perpendikulyar istiqamətdə ölçməliyik. Yəni, bunun da ölçmək üçün sonra onu hesablayıb orta diametrinin tapılması üçün bizə düstur lazımdır. Bu düsturda belədir. D bərabərdir. D mörtəzi içərisində. D1 plus D2 mörtəzə bağlanır. Onu da bölünsün 2-yə. Yəni, sertifikasiyada və miqdə bu məsələ, bu düstur üzrə məsələ düşsə, mən inanıram ki, bütün müəllimlər asan surətdə bu düsturu əzbər bilsə, deməli, məsələni də asan həll edə biləcəklər. Görək, bəs şalbanın uzunluğunu nə vasitəsilə ölçürlər? Şalbanın uzunluğunu ruletdir, ölçmə reykasıdır və ya metra ilə ölçürlər. Dedik ki, meşə materiallarının diametrini metrədir, ölçmə çəngəldir və ya dəmir bəndlə ölçülür. Amma şalbanın uzunluğunu ruletdir, metrədir, bir də ölçmə reykasıdır. Bunlar vasitəsilə ölçülür. Görək, bəs şalbanın həcmi nəyə görə hesablanır? Şalbanın həcmi onun diametrinə və uzunluğuna görə hesablanır. Bəs meşə materiallarının əsas həcmi isə ağac kəsən dəzgahlarda deməli əldə edilir. Görək, ağac kəsən dəzgah nədir? Ağac kəsən dəzgahda deməli əsasən orada hansı materiallar alınır deyildikdə ağac kəsən dəzgahlarda taxta və ya tirlər alınır. Taxta və ya tirlər. Onlar da necə istehsal olunur ağac kəsən dəzgahlarda? O kənarları kəsilmiş və ya kəsilməmiş, deməli, və yaxud da kənardan mişarlanmış şəkildə olur. Ağac kəsən dəzgahının deməli hissələrini də sizlər üçün deyim, müəllimələr. Ağac kəsən dəzgahının 4 hissəsi var. Kəsici çərçivəsi var, mişarı var, kəsici çərçivənin istiqamətləndiricisi var, bir də şalban gətirən ötürücü valları var. Ağac kəsən dəzgahının 4 hissəsi var. Bunları da sizlər üçün dedim, müəllimələr. Əgər sizlər də mənim aydın izahımdan yararlanmaq istəyirsinizsə, ödənişli dərslərimizə müraciət edə bilərsiniz. 050 433 35 49 nömrəsinə müraciət edərək dərslərimizə qoşula bilərsiniz.